Salam mənim əzizlərim, davam edirik Əqrəb bürcü ilə. 15-22 fevral həftəsi əqrəbləri nələr gözləyir ona baxacağıq. Halqalı günəş tutulmasının təsiri altında bu həftə əqrəblər üçün dərin daxili transformasiya dövrüdür. Hadisələr səssiz gedə bilər, amma içində böyük bir qərar yetişir. Ümumi olaraq güclü intuisiya, keçmişdən qalan emosional bağlar zəifləyir. Tutulma sənə deyir, artıq yükü daşımaq məcburi deyil. Özünüzə yeni yol, yeni istiqamət seçin. Əqrəblərin hərəkəti. Açıq qarşıdurmalardan qaçmalısınız. Qarışıqlıq sizlik deyil. Səssiz müşahidə sənə üstünlük verəcək. Qarışıqlıq içərisində hər şeyi nəzarətdə saxlamaq çətin olacaq. Ona görə lazımsız olanları, artıq olanları həyatınızdan çıxarın. Sevgi. Emosiyalar dərin, amma ifadə çətindir. Güvən mövzusu ortaya çıxa bilər. Dürüstlük münasibəti dərinləşdirər ya da bitirər. Bu həftə sevgi maskasızlaşır. Qısqanclıq bu həftə daha yüksək həddədir. Hər nə varsa real olaraq o şəkildə ortaya çıxır. Pul. Ortaq maliyyə məsələləri ortaya çıxa bilər. Borc paylaşım mövzuları bu həftə daha diqqətlidir. Riskli addımlar atmaq üçün uyğun zaman deyil. Karyera. Arxa planda gedən proseslər var. Gizli məlumatlar ortaya çıxa bilər. Güc sanki səssiz şəkildə əl dəyişdirir. Sağlamlıq. Bu hormonal sistemlə bağlı ola bilər. Yuxu pozğunluğu ola bilər. Daxilinizdə özünüzü sakitləşdirməyə çalışırsınız. Sanki bu həftə özünüzə təsəlli verirsiniz. Xəbərdarlıq. Manipulyasiya etməyin. Kin saxlamaq olmaz. Duyğuları içinə yığmaq olmaz. Mələklərdən bir mesaj əqrəblərə. Hazırlaşın, bir an öncə edilməsi olanları edin, verdiyiniz sözləri yerinə yetirin. Sanki siz bu həftə qorunursunuz. Bəzi sirlər, bəzi hadisələr onları qorumaq üçün deyil. Onu deyib azad olmaq üçündür, ondan uzaqlaşıb azad olmaq üçündür. Bu qədər mənim əzizlərim.